Mən Qarabağ qazisi Əhmədov Hümmət Əhmədoğlu 2025-ci ilin may ayının 19-unda bizə bazarın qabağından deməli bizim başlanğıcılığımız idi. Oradan başlayırdı, xaldana hərəkət edirdik. Sərnişin daşıma ilə məşğul olurduq. Bizə gəlib ayna əməkdaşları, yol polisi və bir də post patrol xidməti gəldilər, bizi xəttdən çıxartdılar ki, müsahibə elan olunubdur. Bu müsahibədə bir nəfər qalib gəlibdi. Ona görə bizi oradan kənarlaşdırdılar. Biz dəfələrlə aynaya, Nəqliyyat Nazirliyinə müraciət eləmişik. O müsahibənin qalibi kimdirsə, onu bizə təqdim edin və müsahibənin şərtlərini, o marşrut hansı dayanacaqdan çıxır və interval nə qədərdir? Bu haqda bizə məlumat vermirlər. Biz Mingəçevir filialının aynanın rəhbəri Elvin müəllimə yaxınlaşdıq, onun qəbulunda olduq. Dedik ki, Elvin müəllim, siz işləyəndə şəhərlər arası idi, indi şəhər ətrafıdır. Ona görə də onlar bazara girirlər. Bundan əvvəl biz icra başçısının qəbulunda olduq və ona müraciət elədik ki, bu marşrutlar niyə şəhərə girir? Biz işləyən vaxtı bizə imkan vermirlərdi ki, biz bazarın qabağından hərəkət edək, kənd təsərrüfatı məhsullarını ora daşımaqda cəmaata kömək edək. İndi həm icra başçısının tələbinə heç kəs əməl eləmir, həmin marşrutlar bazarın qabağından hərəkət edir və indi biz başa düşmürük ki, bu əgər qayda qanun isə niyə bizə şamil olunurdu? Bunlara heç bir söz deyən yoxdur, bunlara qanun da aidiyyatı yoxdur. Biz dəfələrlə aynanın rəhbəri Mingəçevir filialına və Anar Rızayevə, naziri Rəşad Nəbiyevə dəfələrlə məktub vermişik, müraciətimiz yerdə qalıbdır. Ona baxan yoxdur, cavab yoxdur. Ölkə prezidentinə müraciət edirəm, cənab İlham Əliyevə və Rəşad Nəbiyevə, Nəqliyyat Nazirinə, aynanın rəhbəri Anar Rızayevə. Biz bunlara müraciət eləmişik dəfələrdən, amma bizim ərizələrimiz cavabsız qalıbdır. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmailov da bizə biganə baxır. Qeyd edeyim ki, biz işləyən zamanda bizi Yevlax bu vergi müfəttişliyindən gəlib cərimə edilər. Ki, siz biletsiz sərnişin daşıyırsınız, qeyri-qanunu. Bəli, bəli. Həmin vaxtda bizdən 2 nəfər yoldaş, biri burada oturubdur, biri də xəstəxanadadır. Vəziyyəti ağırdır, o 1040 manat cərimə elədilər buna. Bunu da ödəyə bilmir. İndi həmin sərnişin daşımada Mingəçevir Xaldan marşrutu üzrə hərəkət edən sərnişin daşımada 70 qəpik olduğu halda 1 manat alırlar. Buna da göz yumurlar. Dəfələrlə əmək müfəttişliyinin qəbulunda olmuşuq, deyir bu bizə aid deyil, biz buna baxmırıq. Biz dəfələrlə əmək müfəttişliyinə müraciət elədik, bu sürücülərin əmək müqaviləsi olub-olmadığını soruşanda, o deyir ki, o bizə aid deyil. Necə olur ki, bizdən onu tələb edirlər, bizə qanun şamil olunur, onlara olunmur. Səbəb nə idi, onu bizə izah edən olmadı. Biz həmin marşrutda fəaliyyət göstərən vaxtı sərnişin daşımada şəhərin icra başçısı dəfələrlə bizə nöqsan tuturdu ki, mikroavtobuslar şəhərə girməsin. Hamısı avtovağzaldan işləsin. Bu, ancaq elə bizə qanun, bizə tətbiq olunurdu. Bəs indi həmin marşrut sürücüləri bazarın qabağından çıxır, girir və sərnişin daşıma ilə məşğul olur həmin vaxtı. Bunlara da heç bir söz deyən yoxdur. Bunlar istədiyi vaxtı şəhərdə dayanacaqlarda yarım saat 40 dəqiqə dayanır.
bunlara heç bir söz deyən olmur. Demək belə çıxır ki, bu qayda qanun ancaq biz sürücülərə aid idi. Biz yetimlərə. Bəli. Belə çıxır ki, bunların arxasında kimsə himayədəri var. Bizim kimi kasıb, imkansız adamların heç bir himayədəri olmadı. Bizə baxan olmayıbdı. Belə çıxır ki, bunların arxasında Milli Məclisdə oturan Ramiz Mehdiyevin çətiri altında olan deputatlardır. Kimsə bunlara himayədəri eləyir. Bu qayda qanun ancaq biz imkansız kasıb adamlardan ötürü imiş. Möhtərəm prezidentimiz, sizdən xahiş olunur. Bax, biz insanları, biz sürücüləri, aidiyyəti nazirliyə, bax bizim hansı ki işlərimiz, Nəqliyyat Nazirliyinə göstəriş versin ki, bizi kollektiv şəkildə qəbul eləsin. Bizim öz içimizdə olan çox şeylər var içimizdə, deyə bilmirik, kimlərə deyirsə də cavab vermir. Bu gedək üzbəyüz oturaq, onlara biz öz dərdimizi danışaq. Bizi bu fəlakətdən, bu şeydən çıxarsınlar. Xahiş edirik siz.